Sabahı pamuk. Sabahı. Pamuk. Sabahı. Ne teyzen aşkım? Yaxşısan pamuk. Ha? Canım, canım, pamuk. Çocuğum. Sana yemeği versin onu. Çok şükür. Hilala bakın. Görün ne güzel. Ay təzədir. Sizlerle salamlaşmadım. Şimdi salamlaşın. Salam, sabahınız xeyirli, uğurlu olsun. Gününüz xoş mənalı keçsin inşallah. Necəsiniz, mənim əzlərim. Görün nə gözəl bir səhərdir. Görün nə gözəl bir gündür. Həmd olsun aləmlərin Rəbbinə. Bizləri bu gözəl səhərə uyandıran Allah'a həmd olsun. Səhər-səhər durdum tezdən ki, bağı sulayam. Gün çıxır, sonra isti olur mənə. Dedim, işlələrimi sulayım, əkdiklərimi sulayım. Allah hamımızın işini avan eyləsin. Allah açılan sabahlarımızı hər zaman xeyirliyə açsın inşallah. Allah'ın izniyle. Səhər tezdən duranda bu sakinliyi, bu huzuru o qədər sevirəm, o qədər sevirəm. Tezdən durmağı, özümlə tək qalmağı çox sevirəm. Gözəl bir hissdir. Tezdən oyananlar bilir ki, bu his nədir. Nə bilim. Mənim mamam vəbşə yatmır. Saat 2-dən mamam durur, ancaq gecə namazlarına. Allah hamının ibadət və dualarını qəbul eləsin bizimkilər də içində. Gün çıxmamış ki, uyanırsan alatoranlıqdan. O qədər gözəl insana, gözəl aura gəlir, gözəl enerji gəlir. Həmd olsun, ilahi sənə şükürlər olsun. Quşların səsinə qulaq asırsınız. Belə, bağımı da suladım. Səhər-səhər. Belə gözəl, möhtəşəm gündən. Çox şükür. Sakit, huzurlu bir gündür. İndi də buranı sulayıram. O gün reyhan əkmişdik, oranı sulayıram. İnşallah ki çıxar. Sulaya dedim size bir şey gösterim. Bunu o gün göstermemiştim. Ben bir çiyələklərimə baxın. Subhanallah. Maşallah. Bakın. Çok şükür. Həmd olsun aləmlərin Rəbbinə. Çok güzel sortdur. Ha, aralarında var. Orada var. Bakın. Güzeldiler. Bakın maşallah subhanallah. Ne güzeldiler. Ne güzeldiler. Çok şükür lahimin şükür. Hamdolsun alemlerin Rabbine. Səhər yeməyinə kızım ve yoldaşım için böyle yumurta çörek kızardıram. Asan ve rahat. Çoktan da pişirmedim. Dedim elə hazırlayayım yesinlər. Səhərlər eyni şey yeməkdən adam biraz yorulur. Canı da bir şey çəkmir ki, nəsə yer. Belə pişirim.
Çörəyimiz azdı. Elə olan çörək buydu. Dedim hər nədir bunu bişirim. Səhər yeməyini yedikdən sonra başladım ev işləri görməyə. Elə yenicə işlərimi görməyə hazırlaşırdım ki, yoldaşım zəng elədi ki, bəs balaca oğlumuzu buraxıblar, məzuniyyətə gəlir, yoldadır. Çox sevindim, inanırsınız. Uşağımı çoxdan da gözləyirdim ki, gələ. Çox şükür gəldi, sağ-salamat. Mən də işlərimi arxa plana saxladım və başladım uşağımın gəlməsi üçün tədarik görməyə, hazırlıqlarımı eləməyə. Allah bütün əsgər balalarımızı qorusun. Mamamı da götürdüm, getdim bazara. Belə Allah verəndən, çatmayanlarımızdan, əyrəsiyimizdən aldım. Çox şükür uşağıma nüvəlik meyvələr aldım. İnşallah balam gəlsin, sağ-salamat yesin. Deməli, görək indi bizdə nələr almışıq. Bir-bir düzərəm, göstərərəm sizə balam üçün nələr aldım. Sevinç, kakao, qardalı kraxmalı, belə ağ-qara şokoladlardan, belə vanil sirupları, şəftəlli, karamelli. Heyf ki, portağalısını tapa bilmədim. Portağalısı çox gözəldir. Belə bir biçeyni. 2 dənə belə keks qabı. Belə sirə pomidoru, salyan pomidoru. Paxla. Belə 2 paçka xurma, iceberg kələmi, şirin biber, qırmızı biber, badımcan, lobya, göbələk, banan, gilas, ərik, alça,
Bunları da əskər balam üçün aldım. Maşallah kökəlibdir. Xeyli vaxt mən görmürəm, neçə aylardır. Deyir ana kökəlmişəm, əvvəlki paltarlarım əynimə olmayacaq. Mən də hələlik getdim, belə bir gələn kimi dəyişiyinə belə paltarlar aldım. Sportivni evdəsdir və belə bir kofta aldım. Gedər qalanda öz əyninə nə bəyənsə ondan alar. Hələlik bunu aldım. Belə, indi isə aldıqlarımı yerləşdirim, keçim hazırlıqlarıma. Axşam gec idi, hamı bizdə idi, qardaşım gildə gəldi. Lobyalarımızı artladıq, doğradıq, göbələyimizi təmizlədik, doğradıq. Onun da bir hissəsini bişirdik. Hazır 2 kilo göbələk almışdım. Elə axşam hamımız bişirdik, lobya da bişirdik, göbələk də belə yedik. Səsimə görə də üzr istəyirəm qızlar, çox həyəcanlıyam, inansız, balam gəlir deyə o qədər həyəcanlıyam. Qəhər məni boğub, bilmirəm körəlim, bilmirəm ağlayım. Sevincimdən inansız çox olmuşam. Uşağım üçün burnumun ucu göynüyür. Neysə, sizləri də şey eləməyim. Belə biber da yuduq, hazırdır. Balam lahmacun çox sevir. İstəyirəm ki, onun ancaq gələndən gedənə kimi bu 10 gün müddətində sevdiyi yeməkləri hazırlayım, bişirim. Axşam belə əti də doğradım, yerbəyer elədim, dönəri hazırladım. Ona kotletlik hazırladım. Nə bilim, hər şeydə uşağım nəyi sevirsə, onların hamısını dedim o sevdiyi yeməklərə görə ayırd eləyim. Toyuq ətini yerləşdirdim, elə isti-isti, dedim sabaha qalmasın. İndi belə aşqaralıq əti asıram üstə, onlar qaynasın. Bunları da çəkim, görüm lahmacunluq zat belə hazırlayım. Görüşərik. Anam da çöldə gərtiləri artlayır, nəvəsi gəldiyinə o da sevinir. Gərtiləri artlayır ki, indi bişirək doğa. Doğanı bildiyiniz kimi, keçən vloglarda da demişdim, oğlum çox sevir. Nənəsi gərtləyir ki, doğa bişirə balasına. Pomidorlar dünənə yumuşam qalıb burada. Suyu çəkilsin deyə qoymuşam axşamdan belə. İndi bunları da yerləşdirəcəm. Burada da yenə gərti yığıb mamam, spanaq, nə bilim çuğundur zat. Börək də eləyərəm inşallah. Dörd tikə sümüyü var idi. Onu da qoydum ki, elə bu da bir dəfəlik pişsin. Ətlərimizi də yudum, töküm indi. Qoyum qaynasın, soğan çasını eləyim. Qardaşım yoldaşı elə səhər-səhər işə gedirdi, gətirdi. Belə bal tortu verdi. Dedi ki, bunu Nur üçün hazırladım, ancaq vaxtı olmayıb üzərini bəzəmək. Xaladenika qoyacağım özüm. İnşallah 1-2 saatdan sonra işlərimi həll eləyim. Üzərini zadı düzəliş verərəm. Oxantı zat səpərəm, üzərini kremləyərəm. Sağ olsun, pay çox olsun. Mən də gedirəm qatıq almağa. Gedim doğan qatığını alım. Qatıq var, biraz azdır. Gedim biraz da alım. Anam da burada göy yuyur. Gəyətləri yuyur. Heyecanlandım. Pamuğu. Sen yemeği yemiştin. Pamuk acıktı. Ben de gedim göyümüzü alım. Gəlim. Belə 5 banka qatıq aldım. Xaladenikdə də var, onu da əlavə edəcəm. Belə balam üçün doğ eləyəcəyik inşallah.
Kızlar, inanırsınız 5 dəqiqə mamamla bir yerdə durmamışıq. Ancaq elə yığışdır. Balamın doğası hazırdır. Aşı dəmdə hazırdır. Burada göz haqqınızı halal eləyin. Aşkarası eləmişəm. Balamın sevdiyindən hazırdır. Gəlir o da yolda da atasından. Bu da belə qovurmadır. Burada da sozunu eləmişəm. Az da olsa hərəsindən biraz xoşladığı yeməklərdir. Hazırladım. Belə çox şükür. Balam da gəlir. Ən çox doğanı istəyirdi. Ən çox sevdiyi doğadır. Biz də gedək hazırlaşaq, gəlirlər. Görüşərik. Belə günəldə sürəmizi düzəldik. Canım balım gəlir, balım. Nəsə qurban. Oğlum gəlir. Çatdı. Onu gözləyirəm. Nəsə qurban. Ay Allah, gələn yollarına mən qurban olarım ili. Qudun oğlum. Deyir gəlir. Asker balım, ona qurban səni. Ay anne niye ağlıyorsun? Ne oldu sen yatağını çıkarttın. Gözlerime kurban olun. Kadın olun. Sağ olun çıkın gelin. Hemen kurban.